Herkese salam dostlar. Uzun müddətdən sonra kanalın ənənəvi videosu olan, bir aydan bir ənənəvi videosu olan Casino Royale Paçı seriyasının növbəti bölümünə xoş gəldiniz. Neçənci bölümdəydim o? Ən yaxşı növbəti bölümdəyim də getdik. 1-1. Bunu bir dənə buradan götürüm. Bacardığım qədər tez iş görməyə çalışacağım. Bu şanlı qaçaq. Bonusu da var idi. Bunun yanında götürüm. Buradan başlayaq. 250 sıradan Joker kart. 50 indir. Burada da bir dənə əfsanəvi gəlsin. 5 yazdı. 80-60 qızıl. 860 qızıl. Yox, əfsanəvi gəlməyəcək. Yəqin ki, gəlmədi. Yox, buradan ifadəmizi alırıq. Nədir bu, baxın. Tutar görək. Buradan destansı Joker kart. Əfsanəvi Joker kart. Ayda, bunu niyə vermir bu? Bir dakika bir yine devam edersem aynı günler aşağı yukarı. Yo. Bir tane gözle. Ne yükseldim. Bunu yükseldim. Ama hamısını verim yoksa yok. Belki 3 tanesini vermək istəyirəm. Belki bir tanesini vermək istəyirəm. Süper şey bunu düzelt. Belki mən bir tanesini vermək istəyirəm istədiyim karta. Görək hamısını verim. Neyse. Əsəbləşdim. Bunu buradan götürdük. 10.000 qızıl. Elə bildim 100.000-də dəli olmuşdum. Dev sandıq elə bildim bayaq cıldırım sandığından da sevinmişdim mən. 860 əfsanəvi gələ bilər. Əfsanəvi. Alqışlar millət dəstək. Yenə qəhrəman. Görən sarışın çıxacaq, yox çıxmadı. Kiçik prens çıxdı. Sarışın deyirəm. Adı da anidən yadıma düşmür deyə. Altın şövalye nəysə. Bir dəqiqə. Gözəl səni götürmədən hara gedirəm mən. Elə bildim açıq deyil. 13.700 qızıl. Tez açaq. 70 sıradan Joker, Ender, destansı sırayla gəlir. Əfsanəvi. Bu iki dənə seçildik, yadımdan çıxmışdı. Oxçu, yəqin ki 14-15-ə yaxın bir şeydir, onun üçün havan götürəcəm. Mühafizlər bilmirəm, desən 15 idi. Bilmirəm. Minyon götürün, bu da 13 imiş. Bu ruhu 10-da 15 səviyyədir. Belə götürəndə də 16 səviyyə olmayacaq. Məzahlı qoblinlərdə çox istifadə edirəm, onun üçün olsun. Əfsanəvini də verdi. Mən dart qoblini istəyirdim, daha doğrusu klandan istəyirdim, məcbur olaraq çox belə istifadə edirəm. Amma bomba kulesi də pis deyil. Bir dəqiqə, bomba kulesi 15 səviyyədir, səhv eləmirəmsə. Onun üçün dart qoblini götürüm ki, 15 olsun. Əfsanəvi gəldi. Yəni olar ki, qəhrəman versəydim. Mədənçi zaten 16 səviyyədir, göründüyü kimi. Onun üçün məcburiyyətdən onu götürəcəm. Deyirsən, nə idi onun adı? Yadımdan çıxdı. Nədir onun adı? Qəhrəman verəcək. Baxmıram, adı yadımdan çıxdı. Güclü mədənçi ilə kiçik prens ola bilər. Heç bir olmadı. Bezdiran kartlı keşiş. Hər ikisi bezdiran kartdır. Düz istifadə etmək istəyərdim hər ikisini. Amma yəni də az səviyyələr deyə. Keşiş götürüm ki, biraz bərabərləşsinlər də. Nə tüş qutardı bu. Spesiyen bir dəfə də qəşəng şeylər ver. Qardaşımsan. Ötürəm səni. Getdik. Bax belə başdı. Amma belə başlayır, sonra da körramı da yəni. 6 koç. Da bu neydi? Bu məndə yox idi. Səhvən bir şey yox idi. Da. Stesel. Ötürəm səni. Çox maraqlı. 4, 5, 3 ulduz belə getdi sırayla. Yuxarı qaldırmadı. Bu 2 olansan. 2-yə düşdü. Hocam bundan bir verəcək. Yox, bonus da 2 ulduzdur. Demək olar ki, 1 ulduz vermiş kimi oldu. Hələ ki qızıl gedirik. Bunu yuxarı qaldırmadı. Bunu da düzəltdim. Bunu düzəltdim də nə olar? Bezdirir hər dəfə. Tez-tez açacağım. Çox vaxt getməsin. 2 ulduz. Ateş ruhu. Çox istifadə edirəm, amma yenə də. Bacardığım qədər sandıq olmayan mükafatlar almışam ki, keçən videolarda sizə 2-3 dəfə demişəm ki, sırf sandıqları sizə saxlayın, videoya saxlayın ki, çox uzanmasın da video. Elə bunu belə yendirə vaxt uzanacaq. Əsəbləşdim. Nədir bunu? 3 ulduz. Niyə bir dəfə aça bilmədim, heç ölümdə bilmirəm. 3 yaşlı cadı. Əsəbiləyən kartdır. 2 ulduz.
Yenə qızıl. 4 ulduz əla. Əla. Yaxşı gedirik. İnşallah Xaloğlu'nun hesabında da belə qəşəng şeylər verər. 3 ulduz. Elektroruh mükəmməl. Axır vaxtlar onu istifadə edirəm. Bəzən elə olur ki, rəqibdə cadı, nə bilim, yaşlı cadı kimi xırda elektroruhla ölən toplum kartlar olanda lazımlı kartdır da o cəhətdən. İskelet ordusu və s. və s. Belə ağzımı açırdım ki 4 ulduz gəldi. Bunu belə yendirə vaxt çox gedəcək. Yox, bu yendirdiyim hissələri belə inşallah montaj edəndə kəsərəm ki, çox vaxt getməsin. 2 ulduz, cadı. $34 milyonlar. Milyonlar da axır vaxtlar istifadə olunmuş kartdır. Amma dəstə tapmaq lazımdır da. 4 ulduz əla. Avcı, pis deyil. Korumalar 13-15 səviyyəymiş. 2 ulduzla davam edirik. Yenə qızılla davam edirik. Yoruldum ben bunu yendirməkdən. Goblin kutusu 15 səviyyəydi onsuz da deyəsən. Olacaqdı daha doğrusu 15 eləməmişəm. Çox istifadə eləmirəm deyə 17600 qızıl. Bir sıranı tozdum amma olsun. 3 ulduz oldu. Goblin kulübesi. Demək olar ki bir çox kartlarım 15 səviyyədir. Aşamalı modda Liga modunda onsuz da mənim üçün bəsdir 15 səviyyə. Amma kubok oyununda bir də klan savaşlarında falan bəs eləmir də. Düzdür, çox kubok oyun oynamıram. Amma yenə də 2 ulduz topçu. Heç prenses qalasından başqa bilmirəm adı prenses diyorsa. Heç birini istifadə eləmirəm. Nəhayət ki axıra gəldik çatdıq amma 2 dənə də əlavə var. 5 ulduzla getdik. Keçən dəfə iksir toplayıcısı vermişdi. Görək. Sıradan gözləyirəm. Niyə sağlama gəldi? Bu monster var idi. Başqa şey. Yox idi. Bir dəqiqə yox idi. Şikletlər yox idi. Əla. Bu da əsəb eləyən bir devrim idi. Hamısını qarışdırdım. Bir-birinə oxşuydu ya. Buradan ən azından sırayla gəlməyə yaxşıdır ki, bir də aşağı yenməyək. Əla, mükəmməl. Buradan bu mükafat alırıq. Deyəcəkdim ki, sandıq deyilmiş. Eybi yox. Bu da qənimətdir. Aha, Xaloğlu'nun hesabındayıq. Bunu da götürək. Yəqin ki, bundan əvvəlki klan yolculuğunda o emojini götürmüşdü. Belə mən götürmüşəm, səni bilmirəm. Neyse, çox danışmayayım. Getdik. 3 ulduzla başlayırıq. Supercell əjdaha sən. 1 ulduzla. Dedim də 1 ulduzla davam edəcək. 3 ulduz. Lab tacısı heç istifadə eləmirik. Mızraqlı goblin, pis deyil. 4 ulduz verdi. 2 ulduzla hər kimi yetinəzsən. 2 ulduz. Eybi yox. Yenə 2 ulduz. Amma kartlar yaxşıdır. Yəni ən azından kart verir. 4 ulduz. Birini atladıq səhv eləmirəmsə. Cəllad, əla. Savaş flaması. Onsuz da Megoşovaliyan çox istifadə edir. Emojidən əlavə flamada açmış oldum sənə. Təşəkkürə ehtiyac yoxdur. Təbii ki də quru təşəkkürə ehtiyac yoxdur. Yaz 52-39. Balıqçı. İksir golemi. 4 ulduz əla. 15 səviyyəmiş. Bu istəniyələr də 13 səviyyədir. 2 ulduz, yenə qızıl. Əslində qızıl yaxşıdır. Belə baxanda mən də kasıblamışdım. Axırıncı dəfə 4 rəqəmli qızılım var idi. 2000 yoxsa 20.000 bilmirəm. İndi baxmadım neçə qızılım var. Mükəmməl. 3 ulduz, şok birliyi.
2 ulduz. Yine qızıl. Yine qızıl. Ay Allah. Yine qızıl. Çok maraqlıdır. Ay Allah. Dedim ölçə bir dəfə qızıl vermez. Da ne oldu ya? Buna da qızıl ver. Heh, şükür. Bir ulduzdan kart çıxır. Beğenmediğimiz bir ulduzdan. Bana da qızıl ver. Savaş flaması. Bomboş bir savaş flaması. Neyinirəm bunu? 2 ulduz. Qızıl ver. Heh, şükür. Döfara başla. Birini atladım diyorsun yoksa bilmirəm. Goblin kafesi. 2 ulduz. 3 ulduz. Bəlkə videonu çəkməyim. Şövalye. 15 səviyyə olsa da yaxşıdır. Onsuz da hələ ki aşamalı mod açıq deyil. İnşallah açarıq. Qızıl verə bezdirməsə yaxşıdır. Bugün devi heç istifadə eləmirik. Demək olar ki, rəqiblərdə də çox görməmişəm o kartı. 3 ulduz. Bir dəfə də 5 ulduz verəcəkdim. İnşallah ki, axırda 5 ulduzumuz var. Amma yenə də. Bax bunu belə keçəndə burada yazırsan ki, yuxarıda 2 dənə ödül var. Heç olmaya aşağıda da olan denən ki, aşağıda da ödül var. Bas keç ora. Nə çətin şeydir. Sırayla sandıqlarımız var. İnşallah ki, 4 ulduz gələr. 2 ulduzu da belə bir dənəsini qaldırmadı. Mühafizlər. Bir dənə də evrim olsa mükəmməl olar. 5 ulduz getdi. Əla. O da 1400 dənə verdi elə. 27 dənə var. Elə bir 1-2 dənə var. Ay səni, ay səni. Special. Bombacı. Special. 4 ulduz ver. 3 ulduz. Skeletlər. Mini Pekka. 3 ulduz. Üstdən yuxarı getməyə elə bir ki. Özünə söz verir ki, üstdən yuxarı verməyəcəm. Zəhər. Qızıl bezdirdi. Bir səni qısa müddət ərzində zəncin elədim. Yıldırım. Allah qızıl. 3 ulduz yenə. 4 yerdən olar ki. Ateş ruhu. İyiləşdirici ruhu. O 4 ulduz əla. Mükəmməl. Bir dənəsi oldu. Raket. Qızılçı qızıl. Videonun adını yəqin ki qızıl qoyacağım. Hay Allah. Qızıldan oldu. Bir ulduzdan kart gözlürdüm yenə qızıl verdi. Hadi bəs dənə nə oldu? Hay Allah. Nəsə bitdi. Belə gəldik videonun sonuna. Daha çox belə videoların gəlməyini istəyirsinizsə, aşağıdan videonu bəyənib kanala abunə ola bilərsiniz. Başqa nə tip videoların gəlməyini istəyirsinizsə də şərh bölməsində istədiyiniz videoları yaza bilərsiniz. İnşallah növbəti videolarda görüşənədək özünüzə çox yaxşı baxın. Sağ olun, salamat qalın.